Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mən indi danışacağım Kürdəmirin Sığırlı kəndində olan hadisə ilə bağlı qısa öz fikirlərimi deyim. Polisin kanunu eğer varsa biz hadiseleri yok ederiz. Eğer polisin kanunu teslim olmayacak ama buna yok. Orman, sivil şikayet. Buyurun gidelim. Şikayet bildirin. Biz de ben size söz veririm rayon prokurorları olarak. Ben size kanuni ne tedbir bakın. Dağılışın ben sizi tanıyıram. Kim lazımdır? 2-3 nefer seçilsin, gelsin. Kalanları dağılışsın. Ben söz veririm ki kanunu araştırın. Bizim şöyle işimiz yok. Ne araştırırsanız katım stansiyonu var mı? Açma oldu. Kalan cemaat dağılışsın. Bir neçə Mən əmmoğlu o kişilər tapdaladılar. Bu hüquq deyil. Bu hüquq deyil. Mənə, mən Bəstə gidelim. Onu hamdesi süramalar. Onu hamdesi gidelim. Hayır, maşın üstünden sürüdü. Şəhid anasından, indi belə deyək də, paylaşılır, detalları danışılır. Kimisi deyir, şəhid anasından aylıq pul istədilər, pendir satmaq üçün pul tələb etdilər, filan oldu. Yəni bu söz bundan getmir. Bunu bir tərəfə qoyaq. Hər halda şəhid anasından pul istəyiblər. Mən deyirəm, buradan üzümü tuturam, deyirəm ki, Quldurbaşı İlham Əliyev, sən uşaq pulu vermirsən. Şəhid anası özü öz əziyyəti ilə, zəhməti ilə uşaqlarını dolandırıb gələcəkdə şəhid hazırlamaq üçün uşaqlarını dolandırır və pendir satır, oradan tapır pul, borc tapır, hardan pul tapır, alma satır, meyvə satır, dolandırır. Sən və sənin arxayın olduğun, arxasında gizlədin qolu zorlu Vilayət Evazovun paqonlu quldur dəstələri niyə imkan vermirsiniz ki, insanlar dolansın, xüsusən də bu dediyim kimi vətən məsələsi bu həssas məsələdir, şəhid anasıdır və şəhid olduğu bizim başımızın tacıdır, müqəddəs yerimizdir şəhidlər. Uşaq pulusuz, ac, yarı qarın tox, yarı qarın az dolandırılıb, anası, atası onu saxlayıb, şəhid olub. Mən həmişə deyirəm, şəhid olub, vətən müqəddəsdir. Amma niyə kasıb ailəsi üçün, uşaqlar üçün? Həm də ki, hara çatdı deyirsən ki, Qarabağı mən aldım, trolların deyir ki, Qarabağı filan kəs aldı, bəhmən kəs aldı, prezident aldı, diktator aldı, filan kəs aldı. Bu da boynum kənara. İndi dediyim kimi, şəhidlərdən nə istəyirsiniz? Bax, şəhidlərin qampulu məsələsinə görə, qampulu tələb etmək üçün 2018-ci ildə prezident aparatının qarşısına aylarla çıxdılar. Qırğın qiyamət oldu, orada həbs olunanlar, təzyiq olunanlar falan orada. Bax, küçədə bu qədər bir şey satırlar əllərində. Meyvə, alma, armud, nə bilim, eləsi paltar tökür, ucuz ətir tökür, metro qarşısında da var, bunun ətrafında da var, bu küçələrdə də, yollarda da var, binaların qarşısında da hər kəs bunu görüb bilir. Cür attraksiyonlar işlədənlər var, dönərxanalar var, küçədə əlində salfetka falan, hətta dilənçilərdən belə, sənin dilənçilərin, dilənçi Vilayət Evazov, dilənçilərdən belə aylıq pul alırsan, gündəlik alırsan, fərqi yoxdur. Onu da mən qısaca deyim, bir dəfə uşaq bağçasına gətirirdim, var bir 6-7 il belə olar əvvəl, demək, ətrafda dilənçilər var idi. Demirəm insanlara pul dilənməsinlər falan, onsuz da xalqı dilənçi günə salmışsınız, dilənsinlər. Onsuz İlham Əliyev kimi ölkə rəhbəri olan vətəndaşlar dilənçi olmalıdır. Başqa ola bilməz burada, yolu yoxdur. Ətrafda bir neçə dilənçi olduğu halda bazı yeniyetmə bir oğlanı zorla postpatrol maşınına mindirib aparmaq istəyirlər harasa. İndi uzaqlaşdıracaq da şöbə bilmirəm hara aparacaqlar. Və mən uşaq dedim ki, gözlə əlimdə telefonu çıxartdım, onda telefon deyildi, kiçik kameraydı. Çıxartdım onu çəkməyə. Niyə çəkirsən? Dedim ki, mən jurnalistəm, vəsiqəni göstərdim. Hara aparırsınız, nə istəyirsiniz bundan? Dilənçili əgər olmazsa, bax, sağda solda da var. Və yaxud da ki, dilənçili artıq iş yoxdur, dilənçi, neynəsən? Uşaq pulu vermirsiniz, pensiya vermirsiniz, falan vermirsiniz. Bu bir müddət əvvəldə Sevinç Sadıqovanın Facebook profilində paylaşmışdı. Süpürgə
Şəki polisi və süpürgə belə bir məsələ. Deyir ki, vətəndaş deyir ki, mənim 20-30 illik dükanımdır, mağazamdır, kiçik sahibkaram. Küçəyə süpürgə qoymuşam, beləliklə mağazanın qarşısına. Gəlib məndən pul istəyirlər aylıq süpürgəni çıxartmaq üçün. Bizim hətta Əhmədli yaşadığım evin qarşısında kiçik bir 10-12 kvadratlıq bir yeri icarəyə arenda götürmüşdü. Oğlan danışırdı ki, Əfqan deyir, özüm Qarabağ qazisiyəm, yaralanmışam, yaralı olmuşam falan. Belə müharibə veteranı deyildi. Yəni zədələnmiş, xəsarət almış, yaralanmış bir qazi idi. Deyir ki, bir gün 2 gün küçəyə yığdı, xiyardan, pomidordan, nə bilim, qarpızdan, yemişdən. Sonra qoyma, dedim ki, niyə küçəyə yığmadın? Deyir ki, post patrul gəlib mənə ayda 20 manat pul istəyir. Yalan demirəm gündə falan. Dedi, ayda 20 manat pul istəyir. Axı mənim yoxumdur, ancaq qazanıram, kirayını verim, onu verim, bunu verim, falan verim. Bunu da deyim, Cəlilabadda Əzizovun vaxtında bir nəfər var idi, sığorta idarəsinin demək rəisi idi, sədrdir, rəisdir, müdir idi. Deyirdi ki, utanıram. Əzizov mənə deyir ki, Əfqan, Əzizov mənə deyir ki, 11.000 şəhid qan pulusundan 1000 manatları tut. Deyirəm ki, axı, mən axı bunu eləyə bilmərəm. Qayda deyir ki, mən tək deyiləm, Kərəm Həsənov da var, filan da var, onu tapşırdı, mən nə deyim belə plan. Yəni, dediyim kimi, vətəndaşlara vermirsiniz, pul vermirsiniz, maaş vermirsiniz, pensiya vermirsiniz. Qarabağ qaziləri iş yoxdur. Pensiya yoxdur, ala bilmir. Müalicə oluna bilmir, intihar etdi. 100-dən çox bəlkə Qarabağ qazisi intihar etdi. Dilənçilə də imkan vermirsiniz. Dilənçidən də pul alırsınız. Küçədə əlində şor pendir satmağa da imkan vermirsiniz. Ondan da pul istəyirsiniz. İmkan verin, ay İlham Əliyev, ay diktator. İmkan ver, qoy şəhid anasıdır. Sabah gələcəkdə şəhid ola biləcək oğlanlar yetişdirir. Dolandırsın, qoy böyücütsün ki bunu, sağ-salamat böyücsün ki, sənin uğrunda, vətən bizim də olsa, vətən uğrunda demirəm. Çünki vətən uğrunda olsa, şəhidlər, Qarabağ qaziləri gəlib, bu vətəndə ona gün verərsiniz, bu vətəndə ona baxarsınız, ona müalicə etdirərsiniz, onu pensiya verərsiniz, onu özünü öldürməz. Gedib Qarabağ qazisi, gəlib vətəndə dolana bilmir, intihar edirsə, onu nə üçün qorudu? Sənin üçün qorudu demək. Özü üçün, xalq üçün qorumadı. O xalq ki, bu vətəndə zülm çəkir, dolana bilmir, ölür, sürünürsə, danışan kimi də başından sənin qoçu dəstələrin, quldur polislərin vurur təpəsinə, demək onun vətənin deyil. Bəs onun vətəni deyilsə, niyə qoruyur onu? Sənin vətənində, sənin dolandığın, sənin süpürüb taladığın ölkədir, amma sənin vətənin deyil, sən qorumursan. Sən o vətəni qorumursan, vətəndaşı qorumursan, amma yararlanırsan vəzifədən. Narkobaronlar aylıq alır. Həmişə yazırdı, mənə özümü də sıxışdırırlar. Deyirəm ki, bax, sənin barı qaların qapısına gəlir, əməliyyatçıların durur. Narkomanı niyə tutub aparır, həbs edir, ya pul alır? Barı qanı tutsun da. Narkobaronu tutsun. Cəlilabadın polis rəisi Mübariz, familiyasını, soyadını unuttum. Gələndə dedilər ki, barı qalardan 15.000-ə qaldırdı pulun, baronlardan 25.000-ə. Bunu alabilirsiniz. Dilənçi nazir yazdım, Vilayət Eyvazov, paqonlu reket yazdım, əxlaqsız general yazdım. Bakıdakı, Azərbaycanda bütün əxlaqsız yuvalarını sevirən hotelləri Vilayət Eyvazov işlədir, bunu hər kəs bilir. Küçədə dediyim kimi, dilənçidən də belə hətta pul var, dilənçidən də dilənçidir, dilənçidən də dilənən Vilayət Eyvazov. Deyirəm, acına gəl, xoşuna gəlmir. Aboşam, deyirsən ki, paqonlu reketsən, bəs nə demək, gəlir 10 manat ver, 5 manat ver, tutur, aparır şöbəyə, tutur, bəs paqonlu reket deyir, dilənçi deyil, nə deyirlər? Yenə dedirəm. Düzdür, ağlın olsa İlham Əliyev, sən ağlı başa yığ demək düz gəlmir. Ağlım olsaydı əvvəldən bu yolu getməzdim. Papağı qoy qabağa fikirləşdirsən, papağın da bəlkə də yoxdur. Papaq ilə tək başa qoyulan o 3 manat, 5 manat alınan papaqdan getmir söhbət. Sən vicdanın sızlasın deyəndə olmayan şey sızla bilməz. Yəni, parafrazım belə. Yəni, ən azından şəhid olmaq üçün, şahsı balalarının dolanması üçün uşaq pulu vermirsən. Neynə? Sənin bu uşaqların 16 yaşlı nəbələrin geçsin restoran açsınlar, dünya çempionu olsunlar, pulla falanlar. Heç olmasa qoy, özü şorpendir, qatıq satsın, meyvə satsın, öz uşaqların bölgüsün ki, sənin hakimiyyəti qorumaq üçün, sənin basıb zülm elədiyin vətəndaşların ölkəsində şəhid ola bilsin sonrası. Bu qədər hələlik. Sağ olun.